Bugün səhər İstanbulun 5 vilayətində ümumilikdə 26 şirkətə qarşı müxtəlif ittihamlarla əməliyyat keçirilib. Saxta ticarət yolu ilə dövlətə 69,5 milyard TL, yəni 2,78 milyard manat zərər vurulduğu bildirilir. İstintaq çərçivəsində 43 şübhəli barəsində həbs qərarı verilib. Türkiyə mediasına istinadən xəbər verilir ki, əməliyyat İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlər Departamenti tərəfindən həyata keçirilib. İstanbul Baş Prokurorluğunun çekli pulların yuyulması cinayətləri bürosunun apardığı istintaq çərçivəsində aralarında Dəmir Holding, Kavitek Dənizçilik və Səs Yapının da olduğu ümumilikdə 26 şirkətə qarşı bir çox maddələr üzrə ittihamlar qaldırılıb. Bunlar cinayət təşkilatı yaratmaq, vergidən yayınma, rəsmi sənədlərdə saxtakarlıq və cinayət yolu ilə əldə olunan əmlakın legallaşdırılması və sairə maddələr var. İstanbulun 5 vilayətində eyni vaxtda keçirilən əməliyyatlar zamanı qeyd olunan ünvanlarda axtarışlar aparılıb. Açıqlamaya görə ümumilikdə 43 şübhəli barəsində həbs qərarı verilib. Bildirilir ki, 2020-2021-ci illər ərzində 276 milyon manat dəyərində qondarma ticarət əsasında tərtib edilən saxta sənədlər vasitəsilə dövlətə təxminən, bir daha qeyd eləyək ki, 2,8 milyard manat həcmində zərər vurulub. Baş Prokurorluq əməliyyatla bağlı rəsmi açıqlama yayıb.